Bu günləri Ziyadov Cəsarət Zaharoğlu'nun ev ziyarətinə gedirik. Deməli, bu günləri müəllimlə, Sədrəddin müəllimlə biz mübarizsevərlər olaraq, Mübarizələr Cəmiyyətinin nəzdində Türkün Vəqrə qəzetinin ictimai müxbirləri olaraq hal-hazırda onların evinə ziyarətə gedirik. Allah cəm şəhidlərimizi rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin, Allah Ali Baş Komandanımıza uzun ömür can sağlığı versin. Buyurun müəllim, siz də bir söz deyərdiniz. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Bəli. Küçə, qəhrəman, Ziyadov Cəsarət küçəsidir. Bəli. Bu lüfədə onun xatirəsinə olaraq düzaldılmışdır. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Amin. Biz Zahir atanın ailəsini ziyarət edəcəyik. Sonra şəhidimizin qəbr ziyarətini tutacaq. Allah dünyasını dəyişən bütün şəhidlərimizi rəhmət eləsin. Allah Amin. dövlətimizi qorusun. Amin. Allah Ali Baş Komandanımızı qorusun. Bəli. Bəli. Adıyla tarix yazılmış Cəsarət balamız. Uşaq olsun. Amin. Deniz küçə də bizim qəhrəmanımızın adınadır. Bəli, dövlətimizin də şəhidlərə verilmiş böyük bir qayğıdır onun ailələrinə və gələcək nəsil bu qəhrəmanları tanımaq üçün onların adlarına küçələr, prospektlər, mədəniyyət ocaqları müxtəlif rayonumuzda, şəxsən Biləsuvar rayonunda müxtəlif yerlərdə onların adları əbədiləşdirilibdir. Allah ruhlarını şad eləsin. Amin. Bəli, göründüyü kimi 31-10-cu ay 2004-cü ildə bizim qəhrəmanımız, Cəsarət balamız bu evdə dünyaya göz açıb və Biləsuvar rayonunun Xırmandalı kəndində orta məktəbə gedib və beləliklə Allah rəhmət eləsin, qəhrəmanımızın atası Zahir ağsaqqalımızdır. Allah canı şad olsun. Sağ olsun. Və biz milli qəhrəman Mübariz İbrahimovun adını yaşadan bir cəmiyyət olaraq şəhid ailələrin ziyarət edirik və bu ailədə də bir dəfə olmuşuq. Mən söz vermişdim ki, bir dəfə də bu ailəni ziyarət edəcəm. Bu bugünkü günə 2025-ci ilin son günlərinə təsadüf elədi. Ruhu şad olsun qəhrəmanımız. Allah rəhmət eləsin. Xoş gəlibsiniz, səfa gəlibsiniz. Allah canımıza deyəməsin. Allah razı olsun. Şəhidlərimizi rəhmət eləsin. Amin. Allah sizlərə də səbir versin. Can sağlığı, yaralarımıza Allah şəfasını qismət eləsin. Allah prezidentimizi qorusun, dövlətimizi qorusun, əsgərlərimizi, zabitlərimizi qorusun. Sizə sağ olun ki, çəkəsiniz, işıqlandırırsınız. Özümüz. Şəhid ailələrinin diqqətində sağ olun. Allah kömək olsun, Allah canımıza deyəməsin. Biz də milli qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizələr Cəmiyyətinin və onun nəzdində olan Türkün Fəxri qəzetinin əməkdaşları olaraq bu ailəni bir dəfə mən qeyd edim, ziyarət etmişdik. Bizim təsisçi Əbülfət müəllim də buradaydı onda. Əbülfət müəllimin adından bir daha başsağlığı verirəm. Və idarə heyətinin qərarı ilə cəmiyyətimizin bir fəxri diplomunu vətənpərvər övlad böyütdüyü üçün bu diplomu ağsaqqalımıza Allah canınızı sağ eləsin, Allah sizi var eləsin. Nə yaxşı ki varsınız, nə yaxşı ki belə övlad böyütmüşsünüz. Nümunəvi bir övladdır, gələcək nəslə bir nümunədir. Allah canımıza deyəməsin, sağ olun. Allah kömək olsun. Allah rəhmət eləsin cəm şəhidlərimizi. Amin. 9 ay vətənə xidmət elədi, amma böyük bir adı kimi bir iz qoydu, cəsarət qoydu. Tarix yazdılar bu qəhrəmanlar. Azərbaycanın, mən deyərəm, tarixini yenilədilər. 100 ildən yuxarı olan
işğalda olan torpaqları bu qəhrəmanlar azad elədi. Ruhları şad olsun. Allah dövlətimizi qorusun. Allah prezidentimizi qorusun. Allah o dəmir yumruğu xalqımızın həmişə üzərində bərqərar eləsin. Xalq, ordu birliyi, xalqın birliyi, dövlətimin birliyi həmişə bizim dövlətimizin belə birliyi olsun ki, əmin-amanlığımız olsun. Bugün görürük, xarici Avropa dövlətləri Azərbaycana nümunə gətirirlər. Yəni ki, bizim bu qəhrəmanların hesabına Ulu öndərimizin davamçısı cənab İlham Əliyev həmişə çıxışında deyir ki, bizim bu qürurlu danışığımız məhz bizim qəhrəman şəhidlərimizin hesabıdır. Biz ona görə onlara borçluyuq. Bunu bizim Ali Baş Komandanımız deyir. Ona görə də bütün xalq həmişə sizin yanınızdadır. Mən hesab edirəm. Allah canınızı ödəyməsin. Allah sizə uzun ömür, can sağlığı qismət eləsin. Bir də Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə can sağlığı, yaralarımıza Allah şəfasını qismət eləsin. Dövlətimiz var olsun, prezidentimizin Allah canına dəyməsin. Vitse-prezidentimiz Mehriban Əliyevana Allah canına dəyməsin. Allah sizə uzun ömür, can sağlığı, hamımıza uzun ömür, can sağlığı qismət eləsin ki, gəlib səşkəsi işıqlandırırsınız. Allah köməyiniz olsun. Bizim borcumuz əlbəttə. Bunlar hamısı mübarizdirlər. Yəni biz Mübarizlər Cəmiyyətinin, milli qəhrəmanın adını yaşadan bir cəmiyyətin təmsil edirik. Amma bütün şəhidlər bizim mübarizlərimizdir. Allah cəmi bizim qəhrəmanlarımızı, şəhidlərimizi rəhmət eləsin. Amin. Rəşad qardaşımız, siz də çox sağ olun. Siz sağ olun, mən minnətdaram 5 ildən borcum. yuxarıdır Rəşad qardaşımız. Bu humanitər işdə bizə dəstəkdir. Sağ olun. 5 ildir Respublikamızın müxtəlif yerlərində biz çəkilişlər edirik. Ola bilsin Biləsuvar rayonunda az görsənsək də, amma Respublikamızın demək olar hər yerində bizim Mübarizlər Cəmiyyətinin YouTube kanalında bizim çəkilişlərimiz var və davam edir. 2 gün bundan əvvəl bizim Qazaxdan çəkilişimizi qoymuşduq. Tovuzdan, Qazaxdan, Astaradan, Masallıdan, Lənkərandan bütün şəhidlərimizi biz gücümüz çatan qədər ziyarət edirik və buna da borcluyuq. Allah köməyiniz olsun. Allah rəhmət eləsin. Amin. Təsisçimiz Əbülfət müəllimin adından, Türkün Fəxri qəzetinin əməkdaşları adından Hamısına uzun ömür, can sağlığı qismət eləsin. çox sağ olun, var olun. İşlərində uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Təşəkkür edirik, sağ olun, borcumuzdur. Allah köməyiniz olsun, sağ olun. Allah rəhmət eləsin cəmşəhidlər. Amin. Ruhları şad olsun. Ruhları şad olsun. Amin. Allah cəm şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Bu balamız Rəsul balamızdır. Yusuf əmin oğlu. Bu belə bizim uşaqların bir gündə şəhid olub. Rəhmət eləsin. Allah məkanları zəhmət eləsin. Amin. Amin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin. Allah rəhmət eləsin. Məkanları zəhmət eləsin. Amin. Bizim təsisçimiz Əbülfət müəllimin bir gözəl sözü var. Deyir, həmişə o sözü işlədir. Deyir, şəhidlərimiz öz məkanların, cənnətlərin qazanıblar. Bizə onu demək düşür ki, eşq olsun şəhidlərimizə. Biz şəhidlərimizlə fəxr edirik. Yeni nəslimizə biz bunu tanıtdırıq ki, baxsınlar, bir ibrət görsünlər ki, bizim bu cavan nəsil öz canları ilə, öz vətən uğrunda döyüşüblər, şəhidata düzalıblar. Bizə də demək düşür, eşq olsun şəhidlərimizə. Məkanları onsuz da cənnətdir. Allah cəm şəhidlərimizə. Amin. Amin. Sağ olun, təşəkkür edirəm.